Salam dostlar, YouTube kanalıma hoş gəlmisiniz. Mən Sevda və bugündən etibarən YouTube kanalımda xüsusi videolar seriyası başladıram. Videomuzun məqsədi, kontentimizin məqsədi bundan ibarətdir ki, ChatGPT ilə pul qazanmağın yolları. 8 bölümdən ibarət bu seriyada süni intellekt əsasında pul qazanmağın yollarını ən sadə izahlar şəklində sizinlə paylaşacağam. Və düşünürəm ki, sıfırdan izah edəcəyim üçün istənilən şəxs üçün bu rahat olacaq, istənilən şəxs məhz bu 8 seriyanı bölümü izlədikdən sonra rahat formada bu biliklərdən faydalanaraq ChatGPT əsasında pul qazanmağın yollarını öyrənəcək. Əgər hazırsınızsa biz videomuza başlaya bilərik. Lakin başlamadan əvvəl qısa bir xatırlatmam olacaq. Bilirik ki, bu kontentlər YouTube kanalımızda yenidir. Abunə olaraq, videonu bəyənərək, eləcə də rəylərə öz şərhinizi, fikrinizi yazaraq bizə dəstək ola bilərsiniz. Bugün internetdən pul qazanmağın ən ağıllı yolu olan rəqəmsal məhsul biznesindən sizə danışacağam. Nəyə görə ağıllı deyirəm? Çünki burada sizin fiziki bir mağazanız yoxdur, kuryer pulu yoxdur, üstəgəl də mayası $0-dır. Bir dəfə hazırlayırsınız və hətta ömür boyu siz yatanda belə avtomatik satılır. Bu videoda ChatGPT ilə cəmi 20 dəqiqəyə satıla bilən peşəkar bir e-kitabı və ya rəqəmsal planlayıcını necə sıfırdan hazırlayacağımızı sizə addım-addım göstərəcəm. Əvvəla belə bir sual yaranır. Hansı mövzuda kitab yazmalıyıq? İnsanların ən böyük səhvi mən deyərdim ki, ağıllarına gələn ilk mövzuda kitab yazmaqdır. Biz isə süni intellektdə bazarda hazırda hansı problemlərə görə insanların pul ödəməyə hazır olduğunu soruşacağıq. İndi ekrana baxın. Mən süni intellektdə xüsusi bir prompt daxil edəcəm. Görək bizə necə cavab verəcək. Qeyd edim ki, bu promptu videomuzun açıqlama hissəsinə yazacağam. Siz oradan götürə bilərsiniz və ya buradan da köçürə bilərsiniz. Deməli, promptumuz belədir. Mən rəqəmsal məhsul satmaq istəyirəm. Hazırda dünyada və regional bazarda insanların pul ödəməyə ən çox həvəsli olduğu 5 mikro niş sahəni tap və problemləri qeyd et. İndi gəlin baxaq süni intellekt bizə necə cavab verəcək. Burada kiçik bizneslər üçün süni intellekt əsaslı sosial media sistemlərindən danışılır və satılan məhsullar qeyd olunur. İnsanların axtardığı problemlər qeyd olunur. Daha sonra burada müxtəlif məhsuldarlıq sistemlərindən qeyd olunur, hansı ki bunları alan tələbələr, müəllimlər, sahibkarlar ola bilər. Davam edirik yoldaşlar, maliyyə planlama və büdcə sistemlərini süni intellekt bizə göstərir. İmtahan və təhsil hazırlıq sistemləri bu formada süni intellekt bu mətni bizimlə paylaşdı. İndi nə edəcəyik biz? İndi bundan sonrası çox önəmlidir. Bundan sonra bizim işimiz xüsusi əhəmiyyət daşıyır. Burada diqqətli olmalıyıq. Əgər biz süni intellektə sadəcə mənə kitab yaz desək, bizə 2 səhifəlik bəsit bir şey verəcək. Lakin sir buradadır ki, kitabı fəsil-fəsil yazdırmalıyıq. Baxın, mən indi birinci fəsli yazdırıram. Ondan akademik dildə deyil, sanki bir dostun dosta məsləhəti kimi, yəni axıcı formada yazmasını tələb edəcəyəm. Mətnin içinə real nümunələr və tapşırıqlar əlavə edirəm ki, oxucu onu bəyənsin. Artıq ikinci promptu daxil edirəm. İkinci promptumuz belədir ki, mənə kiçik bizneslər üçün 30 günlük sosial media planı adlı 50 səhifəli bir e-kitabın mündəricatını çıxar. Hər fəsli praktiki tapşırıqlı, tətbiqli formada yaz. Süni intellekt isə bunu bu formada bizə qeyd edir. İndi bir-bir mən bunları sizə oxumayacağam. Bundan sonraki işimiz isə daha maraqlıdır. Bundan sonra biz süni intellektin bu məlumatını Canva-ya daxil edəcəyik. Yəni biz Canva ilə vizual forma yaradacağıq. İndi ChatGPT-dən aldığımız bu mükəmməl mətni sona gəlirik. Buradan kopyalayırıq. Kopyaladım mı? İndi daxil oluram Canva-ya. Canva-ya daxil oluram. E-book template qeyd etdim və görək süni intellekt qarşımıza nələr gətirəcək. Deməli, burada mən öncədən seçmişdim. Bizə lazımdır ki, çox rəngli olmasın. Lazımdır ki, minimalist, göz oxşayan bej və ya pastel butonlarda bir dizayn tapıb seçək. Elə bunu seçirəm. E-book template yazsaq, siz də bu dizaynı əldə edə bilərsiniz. Az öncə ChatGPT-də bir yazını kopyalamışdıq sonuncu ikinci promptdan gələn yazını. Onu bura daxil edirəm və budur 15 dəqiqəyə satışa hazır olan rəqəmsal məhsulumuz, kitabımız var. Bu məhsulu isə təbii ki, burada saxlamayacağıq. Bu məhsulu biz satmalıyıq. Məhsulu Amazonda və ya öz sosial şəbəkəmizdə sata bilərik. Növbəti dərsdə isə bu bilikləri freelancer olaraq xidmət kimi satmağı sizə öyrədəcəyəm. Videonu bəyənməyi unutmayın. İkinci videoda görüşərik.